mövzularından biri olan leksikologiya mövzusunu deyəndə əsas təbii ki də söz bazasını nəzərdə tuturuq. İkinci olaraq nəzərdə tutduğumuz bəzi nüanslar var. Keçən dərsdə izah eləmişdim, bu dəfə də üzərindən keçirəm. Birinci olaraq прямое переносное значение. Elə bizim bu imtahan, birinci cəhd imtahanında da 5 qrammatika sualımızdan biri həmin o həqiqi və məcazi mənaya aid olan sual idi. Прямое значение həqiqi məna deməkdir. Переносное значение isə məcazi məna. Və mən demişdim, məsəl üçün bu il imtahanda həqiqi və məcazi məna bizim qarşımıza bir söz birləşməsi olaraq çıxıb. Yəni ki, bizə 5 variantın, hər 5 variantda A, B, C, D, E variantlarında bizə söz birləşmələri verilib və həmin o söz birləşmələrin hansı məcazi mənada istifadə olunub deyə belə bir sual düşmüşdü. Birinci cəhddə iştirak edən tələbələr bəlkə də xatırlayır bu sualı. Yadda saxlayaq ki, təbii ki də bu suala düzgün cavab vermək üçün bizim sizinlə azdan çoxdan mütləq qrammatik söz bazası biliyimiz olmalıdır. İkinci olaraq bu sualın düşəcəyi format bizə önəmlidir. Deməli, ilk olaraq xatırladıram. Həqiqi və məcazi məna, то есть прямое переносное значение bizim qarşımıza söz birləşməsi olaraq çıxa bilər. Məsəl üçün bu il imtahanda olan, yadımda qalanlardan birini qeyd edəcəm. Например, var idi orada тяжелый груз. Тяжелый груз, ağır yük deyə tərcümə olunur. Yük ağır ola bilərmi? Bəli, ağır ola bilər. Ona görə biz bunu həqiqi məna olaraq götürürük. Amma məsəl üçün qarşımızda тяжелый xarakter olmuş olsaydı, ağır xarakter mənasında, təbii ki də biz bunu məcazi məna olaraq götürəcəkdik. Bu bir. İki, söz birləşmələri formasında deyil də, cümlə içərisində bizdən həqiqi və yaxud da məcazi mənanı tapmağımızı tələb eləyər. Yəni, mənim üçün, məsəl üçün, A variantında hər hansı bir cümlə qeyd olunur və o cümlənin içərisində deyir ki, məsəl üçün, mənə elə cümlə tap ki, hansıda ki, həqiqi mənada istifadə olunan və yaxud da məcazi mənada istifadə olunan söz var. Və siz yadda saxlamalısınız ki, əgər bu tip sual bizim qarşımıza cümlə içərisində həqiqi məcazi mənanı tap deyə bir sual çıxırsa, biz bu mənanı sifət üstəgəl isim və yaxud da feil üstəgəl isim uzlaşmasında axtarmalıyıq. Məsəl üçün deyirəm, tutalım ki, qarşımıza belə bir söz çıxır, söz birləşməsi olaraq. Məsəl üçün deyir, храбрый человек. Прямое значение или переносное? Həqiqi mənadır yoxsa məcazi məna? Прямое значение. Cəsur insan deməkdir. Bəli, həqiqi mənadır. İnsan çünki cəsur ola bilər. Amma məsəl üçün mənim qarşıma çıxsa храбрый, например, поступок. Поступок. Nə deməkdir поступок? Что такое поступок? Hərəkət. Bəli, davranış mənasında. Davranışımız cəsur ola bilməz. Yəni necə məcazi mənada cəsur ola bilər. Конечно же, biz bunu переносное значение olaraq götürürük. Və yaxud da feil və isim qarşımıza çıxa bilər. Feil və isim deyəndə mən nəyi nəzərdə tuturam? Məsəl üçün deyirəm ki, nəyi götürə bilərik? Keçən dəfə də izah etdiyim zaman bu feili gətirmişdim sizə misal olaraq. Məsəl üçün itci feili var bizdə. Azərbaycan dilinə getmək və yaxud da gəlmək deyə tərcümə olunur və həqiqi mənada ancaq o zaman hesab olunur ki, əgər biz onu ayaq açıb gəzmək mənasında istifadə ediriksə. Məsəl üçün, əgər mən desəm idти, например, идти в школу, понятное дело, что həqiqi mənadır. Və yaxud da məsəl üçün desəm ki, идет ученик, şagird gəlir və yaxud da gedir, həqiqi mənadır. Amma məsəl üçün, идет процесс, какое это значение? Идет... Переносное. Bəli, переносное значение. Хорошо? Yəni ki, əgər bizə bir cümlə içərisində həqiqi və yaxud da məcazi mənanı axtarmağımızı tələb edirsə, mütləq biz bu nüansa diqqət yetirməliyik ki, cümlə içərisində bunu isim, sifət və yaxud da feil və ismin uzlaşmasında axtarın. Bu belə. İkinci olaraq, mövzu olaraq sizə göndərdiyim materialın içərisində də o var idi. Синонимы и антонимы. Birinci olaraq, это же, конечно, синонимы, правильно? İkinci olaraq isə antonimы. Düşünürəm ki, aramızda sinonim və antonimin nə olduğunu bilməyən tələbə yoxdur. Ona всякий случай xatırladıram.
Çünki əvvəl olub belə tələbələrimiz. Sinonimlər yazışı və tələffüsü deməli fərqli olub, mənaca eyni olan sözlərdir. Məsəl üçün красивый, правильно? Прекрасный, великолепный, например, правильно? Да, вот. Və yaxud da интересный, занимательный. Антонимы, понятное дело, например, черный, белый, противоположные по значению слова. Yəni ki, nə deməkdir bu? Əks mənalı sözlərdir. Yadda saxlayın, bizdən sinonim tələb olunduğu zaman şərt içərisindən bizə yaza bilər. Məsəl üçün, укажите синонимы. Yəni ki, sinonimləri göstər. Və yaxud da qeyd eləyə bilər. Близкие по значению слова. Yəni ki, əgər sizdən sizə deyirsə, укажите синонимы və yaxud da укажите близкие по значению слова, yəni ki, eyni şeydir, hər ikisində sinonim axtarmalısınız. Və yaxud da imtahanda deyə bilər, укажите антонимы və yaxud da yaza bilər ki, укажите противоположные по значению слова. Противоположные. Nə deməkdir противоположные? Yəni ki, əks mənalı. Protiv inkar edir də. Bəli, əks mənalı. Bəli, bəli. Противоположные, əks mənalı sözlər axtarın. İndi sinonim və antonim axtardığımız zaman bu nüansa diqqət yetirirsiniz. İkinci olaraq, yadda saxlayın ki, sizin sinonim və antonimləriniz eyni nitq hissəsinə aid olan sözlər olmalıdır. Fərqli nitq hissələrinə aid olan sözlər sinonim və yaxud da antonim ola bilməzlər. Məsəl üçün deyirəm ki, tutalım. Sizin üçün qeyd ediblər, например, nə olsun? Məsəl üçün yazıblar занимательный. Kim bilir nədir занимательный? Maraqlı. Məşğul. Yox. Maraqlıdır. Хорошо? Məsəl üçün biz bunu sinonim olaraq çox rahatlıqla интересный sözünü götürə bilirik. Правильно? Интересный. Правильно? Görürsünüz, məna olaraq icazə verir mənə. İkinci olaraq da bəzən elə olur ki, sınaqlarda falan qarşımıza çıxır. Məsəl üçün, məna olaraq görürsən ki, bu sözlər bir-biri ilə sinonimdir, amma nitq hissəsi olaraq fərqlidir. Və yaxud da məsəl üçün deyir ki, занимательный sözü üçün sinonim sözlər seç. Tutalım ki, 5-6 dənə söz verir sizə və deyir ki, bu sözlərdən занимательный sözü üçün sinonim alan hansıdırsa onu seç. Ümumiyyətlə yadda saxlayın. Və görürsən ki, variantların hamısı nəsə məna olaraq uyğun gəlir. В любом случае, hər halda nəzərinizdə olsun ki, əgər siz hər hansısa bir söz üçün sinonim, antonim axtarırsınızsa, bu sözlər mütləq eyni nitq hissələrinə aid olmalıdır. Baxın, kişi cinsinin sonluğudur. Xahiş edirəm mənim daskamla işiniz olmasın. Хорошо? Yəni ki, fərqli nitq hissələri bir-biri ilə nə sinonim ola bilməzlər, nə də antonim ola bilməzlər. Хорошо? Запомните. Sifət üçün sinonim seçirsinizsə, bu mütləq sifət olmalıdır. Fel üçün sinonim, antonim seçirsinizsə, bu mütləq fel olmalıdır. Fərqli nitq hissələri antonim və yaxud da sinonim ola bilməzlər. Yəni, məsəl üçün, занимательный sözü üçün sizə antonim tələb edirsə sizdən, daha doğrusu sinonim tələb edirsə, interes sözünü götürə bilməzsiniz. Niyə? Çünki bu nədir? Interes isimdir. Amma занимательный maraqlıdır və sifət olaraq istifadə olunur. Хорошо? Bu da belə. Burada sifət düzəldən şəkilçisidir. Bəli, bəli, sifətin şəkilçisidir. Biz o mövzuya ayrı gələcəyik. Necə? Bir də ski şəkilçisi var. O da deyəsən isim düzəldir. Ski. Yox, o məsəl üçün narечие zərf də düzəldə bilər. Например, по-матерински. Sizin dediyiniz, baxın, bu da var. Ski. Orada i sonluqdur, sk sufiksdir, şəkilçidir. Bir də eski, məsəl üçün var, tutalım, baxın, по-братски, например, baxın. По-братски. Burada da i şəkilçidir, sk şəkilçidir. Хорошо, bu zərfdir, bu isə sifətdir. Хорошо, o уже в зависимости от этого. Biz ümumiyyətlə isim və sifət mövzularını, düzdür, bizə nəzəri material olaraq imtahanda düşmür. Yəni ki, sifət göstər, isim göstər. Bizim belə suallarımız yoxdur da imtahanda. Amma düşən formasını mən mütləq sizə izah eləyəcəm. Хорошо?
Yəni ki, bir forma var ki, o mütləq bizə imtahanda olur da, uzlaşma məsələsi, nitq səhvi məsələsi, onu izah eləyəcəm sizə. Hələ ki, bura qədər izah elədiyim hamıya aydındır. Nəsə sualı olan, qaranlıq qalan nəsə var? Hı? Hə, xanımlar, bəylər? Не понятно. Все понятно, как хорошо. Davam edirəm o zaman. Bir məsələni də nəzərinizə çatdırım. Bu nədir? Bu da sizin qarşınıza çıxacaq. Deməli, bir model sualları işlədiyiniz zaman bu məsələ ilə mütləq qarşılaşacaqsınız. Ona görə ümumiyyətlə öncədən bildirirəm ki, məsəl üçün bizdən antonim tələb eləyir. Sinonim və antonimlərdə ümumiyyətlə nəzərə alın ki, bu Azərbaycan dili qrammatikasında da səhv etmirəmsə belədir. Eyni köklü sözlərimiz məsəl üçün antonim ola bilməzlər. Tutalım ki, deyirəm sizə krasivый sözünü verilib. Düzdür? Krasivый. Və mənə əgər bunun antonimini istəyirsə, mən bunun antonim olaraq məsəl üçün уродливый sözünü götürə bilərəm. Уродливый. Gözəl olmayan, kifir, çirkli məsəl üçün də. Правильно? Amma məsəl üçün mənə красивый sözünə antonim olaraq niyə красивый yazırsa, qrammatika bunu antonim olaraq götürmür. Niyə? Çünki birincisi, burada bu niyə şəkilçisi, söz önüsü belə deyək də, pristavka, biz buna pristavka deyirik. Niyə ilə biz antonim yarada bilmirik? İkincisi nəzərə alın ki, sözlərimiz eyni köklüdür. Amma eyni köklü sözlərimizdə biz bilirik ki, sinonimlər və yaxud da antonim yarada bilməz. Aydındır? İnkar şəkilçisidir də müəllimə, o Azərbaycan dilində elədir. Ümumiyyətlə, bəli, ümumiyyətlə yadda saxlayın. Əgər siz sinonim və antonim seçirsinizsə, onlar eyni köklü ola bilməzlər. Məsəl üçün, həmin o qəbulda dedim, daha doğrusu model sualda atalar sözləri verilib və atalar sözlərində mənə elə atalar sözləri göstərir ki, hansılarındakı antonim var. Və bir atalar sözündə belə bir cümlə var. Şəsti nişəstiyəm, nəsə. Dəqiq ucu dəlişsi yadımda deyil. Belə bir atalar sözü qeyd olunub da. Yəni, tələbə də avtomatik olaraq nə edir? Başlayır, deyir ki, hə, burada şəstiyə var, burada da nişəstiyə var. Şəstiyə xoşbəxtlik deməkdir, nişəstiyə isə bədbəxtçilik deməkdir. Düzdür? Yəni ki, amma biz onu necə götürürük? Yəni ki, məna olaraq, okey, mən sizinlə razıyam, bunlar antonimdirlər. Amma qrammatika bunları antonim olaraq götürmür. Niyə? Çünki sözlərimiz eyni köklüdür. Burada ümumiyyətlə biz niyə ilə antonim yarada bilmərik. Fərqli köklü sözlərdə yarana bilər bəlkə də, amma eyni köklü sözlərdə niyə ilə antonim yaranmaz. Aydındırmı? Понятно? Bəli, Azərbaycan dilində də onsuz da belədir. Bəli. Sadəcə nəzərə alın ki, dilçilər bunu bilə bilir, onların ağlında qalır, amma dilçi olmayanlara bir balaca çətin gəlir. İndi buyurun, bu vaxta qədər izah elədiyimdən sizə qaranlıq qalan, aydın olmayan nəsə varsa, eşidirəm sizi. Yoxdursa keçim dəlişim. Xeyr, yoxdur. Yoxdur, nə gözəl. O zaman ancaq tərcümə problemi var məndə. Deməli, söz öyrənmək lazımdır da. Elə bugündən başlayırsınız söz öyrənməyə. Heç bir mətni bilmədiyiniz sözlər varsa, yəni ki, tərcüməsiz keçməyin, üstündən keçməyin. Nəzərə alın ki, bizim vaxtımız azdır. Biz maksimal şəkildə çox tez bir zamanda mütləq yazıb, yəni ki, yaxşı öyrənməliyik ki, imtahanı yaza bilək. Aranızda heç birinci cəhdə hazırlaşan olmayıb, xanımlar, bəylər? Hamı da ilkdir. Хорошо, понятно. Məndə bəli, hazırlaşmamış. Хорошо. Tak. Deməli, davam edirik. Vermişdin. Ranamənin tələbəm idi, yoxsa yeni tələbələrdə? В общем, onu sonra danışarıq. Gəlim bu mövzunu bitirim. Deməli, indi keçəcəyim mövzu, izah eləyəcəyim durum nədir? Bu paronimlərdir. Hər şeydən öncə onu deyim ki, paronimlər mütləq öyrənilməlidir. İndi mən sizə həm nəzəri baxımdan paronimin nə olduğunu öyrədəcəm. İkinci olaraq da bir neçə paronim sualı göstərəcəm sizə və maksimum bugün ayın neçəsidir? 20-sidir. Hardasa mart ayının 5-nə qədər biz bu mövzudan quiz yazacağıq sizinlə.
nəzərə alın, o vaxta qədər maksimal şəkildə tez o paronimlər oxunulmalıdır və öyrənilməlidir. Olmasa bu bizim işimizi çox çətinləşdirəcək. Çünki paronim sualının bizim imtahanda 3 formada qabağımıza çıxma ehtimalı var və mütləq o 3 formadan biri imtahanda olur. Birinci cəhddə də var idi. Yəni ki, onu öyrənməsəz, bilin ki, sizin bir sualınız orada yoxdur. Yəni ki, 20 bal alma şansımız artıq getmiş olur. Düzdür? Biraz paronim sayımız çoxdur. Hardasa 200-ə yaxın paronim var. Amma nəzərə alın ki, hələ bu vaxta qədər imtahanda mənim o kitaba saldığım, sizə PDF-də göndərdiyim paronimdən başqa heç bir paronim imtahanda düşməyib. Hətta bu il o qədər asan bir paronim var idi ki, indi göstərəcəm sizə o sualı, daha doğrusu yazıb izah eləyəcəm o sualı. O qədər asan bir paronim var idi ki, imtahanda. Yəni bildiyiniz, yəni ki, dərsdə 1-2 dəfə olan uşaq belə o paronim sualını yazmalı idi. Yazmayıbsa, deməli, bilmirəm, boş-boşuna dərslərə gəlib gedib. Bu bir. İkincisi də, ümumiyyətlə, məsəl üçün deyirsinizsə ki, mən bugün oturub rus dilini öyrənməyə başlayacağım. İlk öyrənməli olduğunuz məsələ paronim olsun. Və nəzərə alın ki, mart ayının əvvəlində biz mütləq bu mövzudan quiz yazacağıq. Çox da vaxtımız yoxdur. Ona görə elə bugün öyrənməyə bütün paronimləri qurtarmalıyıq martın əvvəlinə kimi, yəni öyrənməliyik. Maksimum dərəcədə bəli. Niyə? Düzdür, indi mən quiz sizə izah eləyəcəm, onsuz da quizi yazacaqsınız, sonra sizə onu izah eləyəcəm. Həmin o izahda da siz çox şey öyrənəcəksiniz. İndi sizə paronim sualının içindən necə çıxmaq lazımdır, öz lifehacklarımı da öyrədəcəm sizə. O da sizə çox kömək olacaq. Amma yenə də ümumiyyətlə belə nəzərə alın. Əgər burada öncəki tələbələrimdən varsa, onlar düşünürəm ki, məni dəstəkləyərlər bu baxımdan. İlk bir neçə dərs paronim sizə bəlkə də ən çətin mövzu kimi gələcək. Amma artıq imtahana yaxın paronim bəlkə də sizə imtahanın elə ən asan mövzusu olacaq. Çünki demək olar ki, bizim paronimsiz heç bir sınağımız yoxdur. Demək olar ki, bizim paronimsiz ümumiyyətlə dərsimiz keçmir. Çünki o mövzu təkrarlanan mövzu olduğuna görə biz demək olar ki, hər dərs ona fokuslanırıq. Bunu nəzərə almış olarsaq, indi sizə ay Allah 200 dənə paronimə mən nətər öyrənəcəm deyə fikirləşirsiniz. Amma imtahana yaxın artıq onlar sizin beyninizə tam şəkildə oturmuş olacaq. Sadəcə vaxtaşırı öyrənmək, təkrarlamaq lazımdır və mənim dediklərimi yadda saxlamalısınız. İndi ümumiyyətlə hamı üçün bir dəfə təkrarlayıram ki, paronim nədir? Əgər bizə bir paronim sualı düşübsə, ümumiyyətlə paronim nədir? Yadınıza salın, hamımızın istifadə elədiyimiz, məsəl üçün sözlərdən olsun, eskalator və ekskavator. Правильно? Baxın, 2 dənə sözüm var da, düzdür mənim burada. Əgər siz bu sözlərə məna olaraq baxmış olsanız, bunlar tamamilə fərqli sözlərdir. Eskalator bizim metroda bildiyimiz həmin o eskalatordur. Ekskavator isə o bildiyimiz böyük maşınlardandır. Правильно? Düzdür? Bunu bilirik də, düzdür məna olaraq. Amma fikir verirsinizsə, bu sözlər tələffüzdə də, yazıda da bir-birlərinə çox oxşuyurlar. Görürsünüz, yəni hətta o qədər insan var ki, tələffüzdə və yaxud hətta yazıda belə bu sözləri bir-biri ilə qarışdıran insanlar var. Və yaxud da, məsəl üçün, kontinent və kontinent, bir hərf unutdum. Kontinent və kontingent. Bu sözlərin arasındakı fərqi bilən var aramızda? Son qeyd elədiyim iki sözün arasındakı fərq. Mənim səhvim idi bu sözündür. Kontinent, materik, kontingent, auditoriyada. Bəli, ay sağ ol. Deməli, biri coğrafiyadan bildiyimiz, səhv etmirəmsə, materikdir yoxsa qütbdür, onu da bilmirəm, çünki Azərbaycancama baxımdan bir balaca zəifdir. Bir də kontingent. Xeyr, bu təkrar mövzu deyil. Sadəcə davam edirəm həmin o mövzunu. İndi başqa şeylər izah eləyəcəm bu mövzu ilə bağlı olaraq. Sadəcə yeni qoşulan tələbələrimiz üçün də istəyirəm biraz refresh olaq. Deməli, paronim nədir? Yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərdir. Aydındır bura qədər hər şey. İndi deyəcəksiniz ki, Sədnə xanım, deyirdiniz ki, paronim çətindir də. Bəs indi, axı biz demək olar bu sözlərin hamısının tərcüməsini bilirik. Məsəl üçün, düşünmürəm ki, hal-hazırda bizim aramızda eskalator və ekskavatoru qarışdıran var və yaxud da kontinent və kontingenti qarışdıran var.
Əgər bunları qarışdırmırıqsa, deməli artıq biz paronimin bir hissəsini bilirik. Çünki hələ də qarışdıran kolleqalarımın arasında belə bu sözləri qarışdıranlar var. Rus dili müəllimi olaraq belə bu sözləri qarışdıranlar var. Qarışdırmırsınızsa onlardan bir addım öndəsiz. Amma bizim çətinliyimiz ondadır və niyə mən bu mövzunu bir balaca çətin mövzu adlandırıram? Çünki bizim qarşımıza bu artıq fərqli bir variantda düşür. Yəni artıq siz bir magistra hazırlaşan tələbə olaraq, məsəl üçün deyirəm, siz artıq bilməlisiniz ki, rus dilində olan effektный Bir də müəllimə effektivni Da. yoxsa? Bəli, bir də effektivni sözlərin arasındakı fərq nədir? Effektivni. Və yaxud da indi deyəcəm təbii ki, də hamısının tərcüməsini. Və yaxud da məsəl üçün siz bilməlisiniz ki, годовой, годовалый bunların fərqi nədir? Aydındır? Düzdür, bu il bizim qarşımıza bəxtimiz gətirdi ki, isim, daha doğrusu paronim sualı isim formatında çıxdı. Amma inanın ki, bu vaxta qədər 5-6 ildir paronim sualı proqrama daxil olunandan bu yana imtahanda ancaq sifət olaraq var idi. Və mən düşünmürəm ki, ikinci cəhddə də o bizə isim olaraq verilsin. Böyük ehtimal ki, sifət olaraq veriləcək. Ona görə nəzərə alın bunu. Sifət olaraq daha çox öyrənin. В чем здесь дело? Burada biz nəyə baxmalıyıq, nəyə diqqət yetirməliyik? Baxın, elə paronimlər var ki, orada bəlli şəkilçilər mənə işin içindən çıxmağa kömək edir. Amma elə sözlərimiz də var ki, orada təəssüf ki, bizə kömək edə biləcək heç nə yoxdur. Biz tərcümə ilə öyrənməliyik. İndi baxın, var effektli, var effektivli. Yadda saxlayın, effektli bu gözəl təsir bağışlayan mənasındadır. Məsəl üçün deyirəm, effektное выступление. Nə deməkdir effektное выступление? Necə başa düşürsünüz? Effektli göstəriş. Bəli, gözəl təsir bağışlayan göstəriş mənasında. Məsəl üçün getmisiniz hər hansı bir tamaşaya baxmısınız teatrda falan, effektное было выступление. Və yaxud deyirəm effektная женщина. Çıxış demək deyil, çıxış. Çıxış, bəli, tamaşa, çıxış. Və yaxud da məsəl üçün deyirəm ki, очень effektная женщина. Çox gözəl təsir bağışlayan qadındır, gözəl qadındır, diqqət çəkən qadındır mənasında. Amma effektivный это в значении рабочий. Yaxşı nəticəsi olan mənasında. Məsəl üçün deyirəm effektivный metod. Effektivный способ. Necə başa düşürsünüz? Effektivный metod, effektivный способ. Yəni ki, nəticəsi olan hər hansı bir metod. Deyirəm ki, məsələn, это очень эффективный метод в работе. Bu işdə çox effektiv bir metoddur. Yəni ki, gözəl, yaxşı nəticəsi olan metod. Aydındır? Və yaxud da var bizdə годовой, var годовалый. Годовой bir illik deməkdir. Məsəl üçün deyirəm годовой plan. Necə tərcümə olunacaq? Bir illik plan, правильно? А годовалый, например, бывает ребенок. Bir yaşlı uşaq. Bir illik plan, bir yaşlı uşaq. Хорошо? Aydındır bura qədər hər şey. Ha? Müəllimə, burada bir effektli выступление dedik də. Burada bir də effektivli metod, elə bir ikisi də bir-birinə oxşayır. Ayıra biləcəyik görəsən. Elə bu da paronimin çətinliyi də ondadır ki, onlar bir-birlərinə çox oxşayırlar. Yuxarıdakı gözəl təsir bağışlayandır, aşağıdakı yaxşı təsiri olan. Məsəl üçün, gözəl və yaxşı eyni mənada deyil ki, məsəl üçün deyirəm, mən effektivная женщина necə deyə bilərəm? Bu işləh vəziyyətdə olan. Bəli, dedim axı, рабочий sözüdür. Məsəl üçün, effektivная женщина mən deyə bilmərəm. Yaxşı nəticəsi olan qadın ola bilməz. Amma gözəl təsir bağışlayan qadın ola bilər. Aydındır? Belə fərqləndirə bilərsiniz, məsəl üçün. Хорошо? İndi deməli bu paronimlər, bəli. Burada bir söz də deyə bilərəm. Əslində burada daha çox paronimləri oxuyanda da fikir verirəm. Birinci olanlar var, ıda, ıvını yox. Məsələn, effektiv nə deyirik ya ikincidə. Onlar cansız sözlərlə daha çox işlənirlər. Məsələn, onu kommentdə yazmışdıq keçən dəfə daşla, daşlı ev, daş ev. O birisi amma canlı sözlərlə də, yəni daha çox insanlarla filan. O hamısında belə olur, yoxsa necə? Xeyr qızım. Bax bizim hamısı üçün keçərli olan qayda var. Qayda deyə bilmərəm mən buna. Bu sadəcə mənim gözləmələrim deyək də, şəkilçi olaraq sizə qeyd edirəm ki, sadəcə işiniz bir balaca asanlaşsın.
Onu indi sizə qeyd eləyəcəm ki, məsəl üçün bax sözdə əgər hər hansısa bir paronimdə bu şəkilçini görürsənsə, bunu canlıya və yaxud da cansıza aid etməlisən. Lakin bu sənin dediyin şəkilçilər deyil. Yəni ki, sənin dediyin şəkilçilərə uymayan o qədər paronimimiz ola bilər ki, yəni ki, qrammatikada sənin dediyin yoxdur. Olmadığına görə də mən sənə qayıdıb deyə bilmərəm ki, bəli elədir. Çünki ona necə deyim, istisna olaraq milyon dənə söz ola bilər orada. Yaxşı? Yox, elə bir məsələ yoxdur, amma bizim elə şəkilçilərimiz var ki, doğrudan bizə işin içindən çıxmağa kömək edirlər. İndi mən o şəkilçilərdən bəzilərini qeyd eləyəcəm sizə. Məsəl üçün deyirəm, 2 dənə söz qeyd eləyim. Nə olsun qoy. Məsəl üçün var udachный. Qoy qarayla yazım ki, qırmızı ilə üstündən keçə bilək. İzah eləyə bilim. Məsəl üçün var udachный. Yazım удачный. Bir də var удачливый. Удачливый. İndi buradan qrammatika olaraq nə yadda saxlamalısınız not olaraq? Əgər siz hər hansı bir paronimin içərisində chiv və yaxud da liv şəkilçisini görürsünüzsə, baxın, liv. Məsəl üçün chivlə olan da bir ikisini qeyd edeyim. Например, влюбчивый. Siz də bunları özünüzdə qeyd edin. Влюбчивый. Например, nə olsun başqa çivlə olan? Удачливый, например. В общем, çiv, liv əgər hər hansı bir paronimin içərisində görürsünüzsə, yadda saxlayın. Bu daha çox insan və yaxud da insan xarakterinə aid olur. Нет, спасибо. Və yaxud da insan xarakterinə aid olur. Xarakteri. Məsəl üçün, вот есть удачный, есть удачливый. Ortaya sizə bir день sözü qeyd eləyirəm. Nə deməkdir день? А? Gün. Хорошо, молодец. Теперь мне скажите, удачливый sözündə liv şəkilçisi var. Dedim ki, insan və insan xarakterinə aiddir. Mən день sözü ilə удачный götürməliyəm, yoxsa удачливый? Tabii ki, удачный. Liv olmayanı da удачный. Хорошо. Переведите, пожалуйста. Удачный. Как вы понимаете удачный день? Удачный день. Что значит удачный день? Bəli, uğurlu gün. Da, молодец. Uğurlu gün. Mən də onu deyirəm də, bayaqlar canlı cansız dediyim, yəni insan xarakterini, yəni canlı kimi elə dedim, sadəcə fikrimi çatdıra bilmədim. Kızım, Ona da mən bu qayda düşdüm. bilmirdim, sadəcə oxuyanda yəni fikir verdim ki, nəsə belə bir şey var orada. Моя хорошая, sən dedin canlı və yaxud da cansız şəkilçini düz demədin axı. Hə, sən onu deyirəm ki, yəni elə mən də fikrimi buna gətirmək istirdim ki, orada nəsə yəni belə bir şey var. Onu sadəcə yəni tam da bilmədiyimə izah eləyə bilmədim. Bildim, yox, mən sənin canlı cansız məsələni başa düşdüm. Şəkilçi durumunu da başa düşdüm. Amma sənin dediyin şəkilçilər o deyildi. Хорошо? Yəni ki, bizim qrammatikada elə şəkilçi yoxdur ki, hə, mən bu şəkilçi ilə onu elə eləyim. Хорошо? Sənin dediyin şəkilçilər var idi. Məsəl üçün, effektli və effektivli sözündə bu şəkilçi yoxdur ki. Правильно? Mən ona görə bunu belə götürə bilmirəm. Ну, в общем, bir də deməli nəyi yadda saxlamalıyıq? Paronimdə çiv, liv gördüksə, biz onu daha çox insan xarakterinə aid edirik. Хорошо? Запомнили? Например, deyə bilərsiniz удачливый охотник. Кто такой охотник? Hə? Охотник, Овчу. Овчу. Уğurlu овчu. Хорошо? Понятно? Запомнили? Bu belə. Çiv, liv deməli nəyə aid olur? İnsan və yaxud da insan xarakterinə. Bir də yadda saxlayın, həmin o şəkilçi bu əlamətin insanda tez-tez təkrarlandığını göstərir. Məsəl üçün, bizdə burada влюбчивый sözü var. Правильно? Necə başa düşürsünüz влюбчивый? Как вы понимаете слово влюбчивый? Tez-tez aşiq olan. Правильно? Вот влюбчивый человек, görürsünüz, o proses onda tez-tez baş verir. Удачливый человек, tez-tez bəxti gətirən, uğurlu insan mənasında. Həmin o əlamətin insanda tez-tez təkrarlandığını göstərən bir şəkilçidir və bu şəkilçi insanı və yaxud da insan xarakterinə aid olur. Bir nüansı da yadda saxlayırıq. Bu da istisna olan sözümüzdür. Дождливый. Запомните, слово дождливый yağışlı deyə tərcümə olunur. Baxın, yazıram bunu. Bu istisna sözdür.
Dajlivi tərcüməsi yağışlı deməkdir. Baxmayaraq ki, sözün içərisində liv var, mənaya görə bu söz canlıya aid ola bilməz. Məsəl üçün, mən necə deyə bilərəm yağışlı insan? Mən məsəl üçün maksimum deyə bilərəm yağışlı gün. Ona görə bu söz baxmayaraq ki, chiv liv var, məna olaraq ora aid deyil. Məna olaraq mən bunu insana aid edə bilmirəm. Aydın olmayan nəsə var? Ha? Все понятно. Xahiş edirəm, geri dönüş eləyin. Əgər aydın deyilsə, bir də izah edin. Да, мне понятно. Да, понятно. Все, хорошо, отлично. Люди добрые, bizim indi sizinlə deməli əvəzliklərimizdən, daha doğrusu şəkilçilərimizdən olan hansılar ki, sizə kömək eləyəcək ki, məsəl üçün, bu paronimin içərisində bu şəkilçini görsəm, məna olaraq, məsəl üçün, canlı və yaxud da cansızla uzlaşdıra bilərəm. Deməli, birinci olaraq çivlivi yadda saxlamalıyıq. Bir dəfə də üzərindən keçirəm. Əgər hər hansısa bir paronimin içərisində çiv-liv şəkilçisi görürsünüzsə, həmin o paronimimiz canlıya aid olunur, insana və yaxud da insan xarakterini bildirir. İkinci olaraq yadda saxlamalısınız ki, həmin o əlamətin insanda tez-tez təkrarlandığını göstərir. Üçüncü nüansda istisna sözümüzdür. Dajlivi sözü, hansı ki yağışlı deyə tərcümə olunur. Və mənasına görə biz yağışlı sözünü canlı ilə istifadə edə bilmərik. Aydın məsələdir ki. Düzdür? Mən yağışlı insan necə deyə bilərəm və yaxud necə insan xarakterinə aid ola bilər o sözün. Ona görə də bunu nəzərə aldıq. İkinci olaraq yadda saxlamalı olduğumuz şəkilçi in, an və yan şəkilçiləridir. Yadda saxlayaq ki, bu şəkilçilərimizi əgər görürsünüzsə, bunlar daha çox sözün material bildirirlər. Material. Məsəl üçün, bundan öncəki qəbulda, bu birinci cəhdə yox, keçən ildəki qəbullardan birində bizə belə bir söz düşmüşdü. Mən indi sual formatı olaraq da izah edirəm artıq sizə. İmtahanda yazır ki, со словом кожаный, qojanı sözünü yazır. Fikrinizi bura fokusluyuram ki, burada an deyə bir şəkilçi var. Baxın, qojanı sözünü qeyd edir. Deyir ki, aşağıda göstərilən sözlərimiz var. Məsəl üçün, A, B, C, D, Y variantlarında bizə sözlər verilir. Deyir ki, bu sözlərdən hansı qojanı sözü ilə istifadə olunur? Məsəl üçün, A variantında yazır ремень. Ремень. На B variantında yazır, например, болезнь. Правильно? C variantında, например, сыпь. Например, диван. Например, başqa nə olsun? Юбка, например. Правильно? Вот юбка. Görürsünüz, məsəl üçün A, B, C, D, Y variantı olaraq bizə sözlər qeyd edir. Təxminən də belə. Və deyir ki, aşağıda göstərilənlərdə hansı variantda olan sözlər qojanı sözü ilə istifadə olunur. Biz qojanın nə olduğunu bilirik. Koja это dəri. Qojanı isə... Onda burada divan olacaq müəllimə. Səbirli olun, izah eləyirəm. Qojanı burada ancaq divan olmur. Orada bir neçəsi olur. Bir balaca səbirli olun, izah eləyəcəm. Qojanı dəridən hazırlanmış deyə tərcümə olunur. Baxın, görürsünüz, yuxarıda sizə qeyd eləmişəm ki, daha çox material bildirirlər. Правильно? Вот qojanı dəridən hazırlanmış olur. Niyə? Məsəl üçün, mən deyə bilmərəm qojanı ремень. Mənim, məsəl üçün, tutam, dəridən hazırlanmış kəmərim ola bilməz? Ola bilər. Məsəl üçün, deyə bilərəm qojanı divan. Dəridən hazırlanmış divan ola bilərmi? Ola bilər. Deyə bilərəm qojanaya yubka. Например. Правильно? Da, udacı, xoşdurətlər. Deməli, A, D və Y variantlarında olan sözlərimiz, bəli, qojanı sözü ilə, yəni dəridən hazırlanmış sözü ilə istifadə oluna bilər. İndi orada qalır mənim digər iki dənə sözüm var. Болезнь и сыпь. Düzdür, ikisi qaldı. İndi qojanı sözünün paronimi olaraq bizim belə bir sözümüz var. Da, kojny. Kojny. Baxın. Qojanı dəridən hazırlanmış an şəkilçimiz var burada. Hansı ki, mən yuxarıda sizin üçün qeyd eləmişəm. Qojni isə bildiyimiz dəriyə aid, insan dərisinə aid. Məsəl üçün, mən deyə bilərəm qojnaya болезнь. Necə tərcümə olunacaq qojnaya болезнь? Bildiyimiz insan dərisinə aid olan hər hansısa bir xəstəlik. Və yaxud da deyə bilərəm qojnaya сыпь. Что значит qojnaya сыпь?
Dəri səpkisi. Bəli, səpkidir, qızart. Baxın, sıp səpki və yaxud da qızartı deyə tərcümə olunur dəridə olan. Правильно? Вот кожная болезнь, кожная сыпь bu dəriyə aid olandır. Кожная. Кожаная isə dəridən hazırlanmış. Хорошо? Вот вам паронимы. Görürsüz, həm tələffüzdə, həm yazda bir-birlərinə çox oxşuyurlar. Amma bu кожаный sözündə olan an şəkilçisi mən yuxarıda da sizə qeyd elədiyim kimi daha çox material bildirir və materiala əsasən də deyə bilərəm кожаный ремень, кожаный диван, кожаная юбка, а вот кожная болезнь, кожная сыпь. Всё понятно? Удачи. Müəllimə, balej ilə sıp sözün mənasını bilmədim. Болезнь xəstəlik, sıp qızartı. Вот, birinci sözümüz xəstəlik, bu isə qızartı. Ümumiyyətlə isim olaraq da yadda saxlayın. Əgər hər hansısa bir söz, isim Z, N mягкий znakla bitirsə, baxın, болезнь, жизнь, например. Bu sözlərimiz qadın cinsinə aid olur. Ona görə baxın, mən burada düzəltmişəm. Кожная болезнь, кожная сыпь. Удачи. Хорошо? Yubka sözümüz bəli, qadın cinsinə aiddir. Кожаная юбка. İndi biz burada cins məsələsinə baxmırıq da, biz burada məna olaraq uyğunluğu qeyd edirik. Gəlin birini də izah edeyim sizə. Bu aydındır, qaranlıq qalan nə var? Buyurun, eşidirəm sizi. Что здесь непонятно? Nədir burada aydın olmayan? Var mı? Хорошо, yoxdursa bunu silirik. Məsəl üçün, digər bir sözü qeyd edeyim. Глиняный. Глиняный. Кожаная olmalı deyildi, yubka. Bəli, mən də кожаная yubka dedim də. Nə dedim ki? Глиняный sözündə yan şəkilçisi var. Kim bilir nədir? Glina. Что такое glina? Что такое glina? Gil. Aha, ay, молодец. İndi glina sözünə biz yan şəkilçisinə əlavə edib hal-hazırda bir material formasında. Yəni gliniyanı dediyim zaman gildən hazırlanmış nəzərdə tuturam. Məsəl üçün mən deyə bilərəm gliniyanaya посуда. Gliniyanaya посуда. Necə tərcümə olunacaq gliniyanaya посуда? Gildən hazırlanmış qab. Qab. Bəli, mən qabı gildən hazırlaya bilərəm. Hal-hazırda gil bir material olaraq istifadə olunurmu? Bəli, istifadə olunur. Bu üçün siz yadda saxlamalısınız ki, əgər hər hansısa bir paronimin içərisində in, an, yan şəkilçiləri görürüksə, biz burada daha çox materiala baxmalıyıq. Yəni, ola bilər ki, o sözümüz material göstərsin, materialı bildirsin. Кожаный, глиняный, серебряный, например, gümüşdən hazırlanmış. Хорошо? Yadda saxladıq bunları. Aydındır hamıya. Mən sizdən yaxşı geri dönüş ala bilmirəm. Xahiş edirəm. Aydındır, aydın deyilsə, niyə aydın olmadığını deyil, mən izah edeyim sizə. Bu geri dönüş mənim heç xoşuma gəlmir. Mənə bəzən elə gəlir ki, siz mənə qulaq asmırsınız. Pajalosta. Daha aktiv şəkildə cavab verin. Хорошо, bu da belə. İndi həmin o gliniyanlı sözü ilə başqa bir şəkilçi ilə fərqli bir məna yaradacağam. Bizim ist deyə bir şəkilçimiz var. Həmin bu ist şəkilçisi, xanımlar və bəylər, mənə çoxluğu bildirir. Necə, nə mənada çoxluq izah edirəm. İndi məsəl üçün biz sizinlə bu dəqiqə yazdıq gliniyanaya посуда. Глиняная посуда, правильно? Bu dəqiqə dedik ki, gildən hazırlanmış qab deyə tərcümə olunur. Yan şəkilçisində biz orada sizinlə fərqləndirdik. İndi biraz fərqlisini yazacağım. Məsəl üçün yazacağım sizin üçün глинистый берег. Что значит глинистый берег? Nə deməkdir глинистый берег? Aha. Məsəl üçün belə deyim də sizə, söhbət hal-hazırda berek sahil deyə tərcümə olunur. Gilin çox olduğu sahildən gedir. Baxın, yuxarıda sizə qeyd eləmişəm ki, ist sonluğu, iş şəkilçisi mənə çoxluğu bildirir. Deməli, глинистый берег dediyim zaman mən nəyi nəzərdə tuturam? Gilin çox olduğu sahili nəzərdə tuturam. Məsəl üçün,
Gedirsiz sahilə və görürsünüz ki, burada gilin sayı çoxdur. Deməli, həmin o sahilə deyəcəyik glinius deyib veririk. Və yaxud da, məsəl üçün, gəlin belə bir söz götürək. Baloda. Что такое baloda? Bataqlıq. Bataqlıq. Məsəl üçün, mən yazsam əgər sizin üçün balotistый les. Что такое balotistый les? Necə tərcümə edəcəksiniz bunu? Balotistый les. Bataqlığı çox olan meşə. Bəli, bataqlığa bənzəyən deyilmir, hani səhv bilirsən. Bataqlığı çox olan meşə. Baxın, burada olan bu ist balotistый les çoxluğu bildirir. Yəni ki, meşədə həmin bu bataqlığın sayının çox olduğunu göstərir. Bunun paronimi olaraqsa, bax Nurani ora qeyd edir, bataqlığa bənzəyən, quzum səhv bilirsən. Məsəl üçün, o var balotный. Bəlkə də eşitmişsiniz, balotный цвет. Eşitmişsiniz? Bəli. Necə tərcümə olunacaq balotный цвет? Bataqlıq rəngi. Bataqlıq rəngidir o. Bəli. Svet. Ümumiyyətlə yadda saxlayın. Bataqlığa bənzəyən, bataqlığa aid olan, bataqlıq rəngində olan balotный, bataqlıqlı deyək də, belə bataqlıq sayı çox olan mənasında olacaq balotistый. Balotistый və balotный də paronim sözlərdir. Görürsünüz, o şəkilçi ilə işin içindən çıxa bilərsiniz. Понятно? Bir də Başa düşmədim mənim. Yox da olur da. Bataqlıqda bitən gün olur. Svettok. Svettok əgər bataqlığa aid mənasındasansa, aid mənasında olarsa, bəli. İndi başa düşməyən üçün bir daha izah edirəm. Bax, balotistый sözümüzdə ist şəkilçisi var. Həmin o ist şəkilçisi mənə çoxluğu bildirir. Məsəl üçün, mən balotistый les dediyim zaman bataqlığı çox olan meşədən danışıram. Nəyi bildirdi orada olan ist? Çoxluğu. Çoxlu bataqlıq olduğu yəni. Bəli, yəni ki, çoxlu bataqlığı olan meşə. Balotistый çoxlu bataqlığı olan meşə. Хорошо? Aşağıdakı amma rəng bildirir, yəni. Bataqlıq rəngi. Əgər sən, məsəl üçün, hər hansısa bir söz birləşməsində bataqlığa aid, bataqlıq rəngində olan, bataqlığa bənzəyən nəzərdə tutursansa, bəli, balotный цвет. Məsəl üçün, bataqlıq rəngi. Хорошо? Bataqlığa aid, bataqlıq rəngində olan hər şey balotный olacaq. Çoxluq bildirəndə balotistый olacaq. Məsəl üçün, məkanla, məsəl üçün, местность tutalım, gəl götürək. Местность nədir? Yer və yaxud da məkan, düzdür? Balotistaya местность olacaq. Çünki sən orada məkanı nəzərdə tutursansa, hər halda sənin məkanın bataqlığa aid olmur axı. Və yaxud da bataqlıq rəngində olmur axı. Amma, məsəl üçün, hər hansısa bir yerimizdə bataqlığın sayı çox ola bilər. Onu da götürəcək balotistaya местность. Aydındır mənim. Çox sağ ol. Bu da belə. Deməli, biz sizinlə hansı şəkilçilərə baxdıq? Baxdıq, deməli, çivliv. Yadda saxlayırıq, insan xarakterinə aid olur. Əlamətin insanı tez-tez təkrarlandığını göstərir. Dajlivi sözümüz istisna sözdür. Yağışlı deyə tərcümə olunur və insan xarakterinə aid olmur. İkinci olaraq in, an, yan materialı bildirirlər. Və üçüncü olaraq da bildirdik ist. İst mənə nəyi bildirir? Çoxluq bildirir. İndi son olaraq qalır bir dənə SK. SK mənsubiyyət bildirir. Mənsubiyyət. Məsəl üçün. Pedagogический fakultet. Tərcümə eləyin mənim üçün pedagogический fakultet. Pedaqoq fakültəsi. Pedaqoji fakültə. Pedaqoji fakültə. Düzdür? İndi baxın. Burada nə var? SK var. Bir dəqiqə yuxarıda sizə qeyd elədim ki, SK mənə nəyi göstərir? Mənsubiyyəti göstərir. Yəni, fakültənin pedagogikaya mənsub olduğunu göstərir. Əgər siz, məsəl üçün deyirəm ki, düşüb bu SK ilə olan məsələ,
Əgər siz məsəl üçün rahatlıqla məsəl üçün deyə bilirsinizsə, fakultet pedaqogikaya mənsubdur, aiddir. Bax, o aiddir sözünü rahatlıqla istifadə edə bilirsinizsə, deməli siz orada rahatlıqla SK-da istifadə edə bilərsiniz. Məsəl üçün, indi pedaqogический fakultet, universitet və ya da pedaqogическая наука. Nə deməkdir pedaqogическая наука? Что значит pedaqogическая наука? Pedaqoji elm. Bəli. Görürsüz, elmimiz pedaqogikaya aiddir. Deyə bilərəm də rahatlıqla. Правильно? Düzdür? O olur müəllimə pedaqogika elmi də. Pedaqoji elm axı düzgün səslənmir. Niyə? Pedaqoji elmlər var. Pedaqoji elm yoxdur? Var. Pedaqogika elmləri olurdu. Pedaqoji elm yoxdur. Kimi gedir də, yəqin. Pedaqoji elm sifət. Pedaqogikaya Bizdə elə, aid yəni olan Azərbaycanda pedaqogika elmləri. pedaqoji elə olur. elmlər bildiyim qədərilə var, dəqiq bilməyə bilərəm. Но в любом случае elm pedaqogikaya aid olduğu üçün elə qeyd olunur da. Bir mənsubiyyət var ortada. Əgər siz o aiddir sözünü rahatlıqla deyə bilirsinizsə, deməli siz orada SK şəkilçisində istifadə edə bilərsiniz. İndi bax məsəl üçün deyirəm, mən burada istifadə eləməyim fakultet sözünü. Bura məsəl üçün yazım sizə, tutalım ki, человек. Deyə bilirəm pedaqogikaya aid insan. Нет, конечно. Все, deməli pedaqogический человек olmaz. Siz SK-nı istifadə etdiyiniz zaman rahatlıqla o söz aiddir deyə bilməlisiniz. Əgər məna olaraq aiddir deyə bilirsənsə, mənsubdur deyə bilirsənsə və yaxud da məcazi mənada olsa belə aiddir deyə bilirsənsə, onda sən orada SK götürürsən. Yoxdursa götürmürsən. Məsəl üçün deyirlər, pedaqoji yanaşması olan. Deyə bilərsiniz ki, məsəl üçün yaxşı müəllimə. Tutalım ki, pedaqoji yanaşması olan bir insanı gəlin nəzərdə tutaq. Pedaqogический yox deyəcəksiniz, pedaqogичный. Və yaxud da bizdə var diplomatичный, diplomatический. Diplomatический dediyim zaman diplomatiyaya aid olanı nəzərdə tuturam. Məsəl üçün mən deyə bilərəm diplomatический человек. Diplomatический iş ola bilər. Hə də, в общем, Yəni, diplomatiyaya aid olan, bəli. Amma Məsələn, diplomatический dokument sənə diplomatiyaya aiddir. Düzdür? Bax, görsən, aiddir deyə bilirəmsə əgər, deyirəm ki, aiddir. Aiddir deyə bilirəmsə, bir mənsubiyyət varsa, orada bir SK olmalıdır. Yox, əgər yoxdursa, məsəl üçün, tutalım demək istəyirsiniz ki, deyirlər, çox diplomatik insandır. Axı, mənim insanım diplomatiyaya aid deyil. Mən orada SK istifadə etmirəm. Deyəcəm, очень diplomatичный человек. Diplomatik yanaşması olan insanı nəzərdə tutacam. Pedaqogичный, pedaqogический, demokratiçный, demokratiçiский. Bax, bu sözlərə diqqətli olun ki, siz SK istifadə edirsinizsə, orada mütləq bir mənsubiyyət olmalıdır. İndi testlərdə qabağımıza çıxanda da görəcəksiniz ki, o işlək bir metoddur əslində. Aydın da bura qədər. Bəli. aydın. Deməli, bu qeyd elədiyim şəkilçilər siz paronimləri oxuduğunuz zaman və yaxud da paronim testləri qarşınıza çıxdığı zaman kömək eləyəcəklər sizə. Ki, məsəl üçün deyirəm, hər hansı bir sözün mənasını unutmuş ola bilərsiniz və yaxud da görürsünüz ki, o şəkilçiləri eyni olan sözlər demək olar ki, elə düşüncə olaraq da eynidir. Məsəl üçün, biləcəksiniz ki, artıq bütün SK mənsubiyyəti bildirəcək. In, an, yan hamısında deməli material məsələsi var. İst çoxluğu bildirir. Çivliv insana və yaxud da insan xarakterinə aid olur. Хорошо? Bu məsələləri yadda saxlayın. Test işlədiyiniz zaman, oxuduğunuz zaman bunlar sizə kömək olacaq. Bu belə. İndi gəlirəm bu paronim sualı imtahanda mənim qarşıma necə çıxa bilər? Qarşıma çıxan metodlardan bir-ikisini sizə deyəcəm. Məsəl üçün, son bu birinci cəhd imtahanında paronim sualı bizim qarşımıza çıxmışdı nitq səhvi olaraq. Nitq səhvi nədir? Keçən dərs biraz məlumat vermişdim, bu dəfə də deyim. Aşağı adından da bəlli olduğu kimi, nitq səhvi deyəndə, yəni danışıqda səhv istifadə olunan. Məsəl üçün, mənim məktəbdə kolleqalarımdan biri, mən məktəbə ilk getdiyim gün, mənə orada qayıdıb demək istəyir ki, yəni ki, bu uşaqlar, yəni ki, bu normalda deməlidir bu kontingent çox zəifdir.
O götürüb istifadə elədi. Bu kontinent çox zəifdir. Sizcə uşaqları nəzərdə tutub bu kontinent çox zəifdir demək düzgündür yoxsa səhvdir? Səhvdir müəllim. Kontingent olmalı. Bəli, yəni o demək istəyir ki, этот контингент очень слабый. Amma götürür onu istifadə edir ki, bu kontinent çox zəifdir. Bax, mən nitq səhvi deyəndə bunu nəzərdə tuturam ki, dildə əslində belə danışılır, istifadə olunur, lakin qrammatika olaraq biz onu səhv olaraq qəbul edirik. Mən deməli bu illər ərzində o qədər elə durumlarla rastlaşmışam ki, uşaqlar mənə deyirlər, axı müəllimə biz axı dildə belə istifadə edirik. Yenə indi sizə az keçirik nitq səhvini. Ruski sektorda bu daha belə böyük bir mövzudur da, bildiyiniz böyük bir mövzudur. Uşaqlar həmişə bizə deyir ki, Səbinə xanım, axı biz belə istifadə edirik. Elə ona görə deyirəm ki, bax siz istifadə edirsiniz danışıqda. Amma bu bir nitq səhvidir. İndi nitq səhvi də demək olar ki, hər il imtahanda düşən suallardan biridir. Qeyd olunur rечевая ошибка. Bu biraz daha qəşəng yazım. Rечевая ошибка. Bunun da zəhmət olmasa özünüzdə qeyd eləyin. Rечевая ошибка bu nitq səhvidir. Nitq səhvi. Və elə bizim birinci nitq səhvimiz неверное употребление паронима. Неверное употребление паронима. Siz özünüzdə qeyd edə bilərsiniz. Paronimin səhv istifadəsi nitq səhvlərindən biri və birincisidir. Məsəl üçün, bu il imtahanda elə bu formatda vermişdilər. Mən sizə bayaq годовой və годовалый paronimlərini misal olaraq gətirdim. Kim xatırlayır? Годовой və годовалый arasındakı fərq nədir? Nə deməkdir годовой? Годовой illik, годовалый rебенок dedik də. Bəli, aferin. Годовой illik idi. Məsəl üçün mən tutalım ki, yazıram ki, годовой договор. Nə deməkdir dogovor? Müqavilə. Bura düzdür? Bir illik müqavilə. Bir də məsəl üçün deyirəm годовалый. Годовалый, например, rебенок da, düzdür? 1 yaşlı uşaq. Görürsünüz, bunlar da bir paronimdir. İndi 2 dənə də paronimimiz var əlavə olaraq. İndi hər ikisini sizə göstərirəm ki, bir fikriniz yaranmış olsun. Var abonent. Kimdir abonent? Abunəçi. Şəxsdir. Düzdür? İnsandan söhbət gedir. Razısınız mənimlə? Hətta məsəl üçün kiməsə zəng eləyirik, orada deyirlər abonent недоступен. Nə deməkdir abonent недоступен? Yəni ki, şəxsə hal-hazırda zəng çatmır. Bir də var abonement. Nədir abonement? Abonement. Bu nədir? Üzvlük. Üzvlük. Düzdür? Məsəl üçün deyirəm ki, zala, baseynə gedirsiniz, sizə abonement hədiyyə eləyirlər. Yəni ki, məsəl üçün deyirəm ki, baseynə bir aylıq üzvlük kartı hədiyyə eləyirlər. Bu cansız bir kartdır, kart. Bir üzvlük kartıdır. Bura qədər aydın olmayan nəsə var? Люди добрые. Xeyr, yoxdur. Xeyr. İndi imtahanda götürüb cümlə içərisində belə bir söz birləşməsi istifadə edir. Годовой abonent. Sizcə düzdür, səhvdir? İllik abunəçi ola bilər hər halda. Ya, bəlkə годовалый. Годовой abonement olar. İllik abunəçi ola bilməz. Bu İllik səhvdir müəllimə. abunəçilik. O birisi düzdür. Bəli, abunəçilik olmalıdır. Düzdür? Olmalıdır. Düzgün formamız elə bir ki, belə olmalıdır. Значит, sorry. Yəni ki, bu olmaz. Bunu qırmızı ilə eləyək ki, bu belə olmaz. Düzdür? Düzgün formamızda gəlin qeyd eləyək ki, годовой. Məsələn, demək istəyirsənsə illik üzvlük. Deməlisən годовой abonement. İllik üzvlük kart. Hə, bax bunu denən. Bu düzdür. Okay. Amma bu olmaz. Çünki sənin bir şəxs necə illik ola bilər? Düzgün deyil axı bu. Хорошо? Sən harasa bir illik üzv ola bilərsən. Aydındırmı?
Bəli. Amma bu sözlər eyni kökdən ibarət olur, müəllimə. Bəli, əsasən eyni kökdən ibarət olur, sadəcə mənaca fərqlidirlər. Bəli qızım, bəli. Da, пожалуйста. Qoda sözündən də il. Da, qod. Prosta şəkilçilər. Aydındır xanımlar, bəylər. Bəli. Baxın, indi artıq biz ikinci bir mövzuya da atlamış oluruq. Nitq səhvlərimizdən biri paroniumun səhv istifadəsidir. Elə bu birinci cəhdə olan imtahanda nitq səhvi olaraq baxın belə bir cümlə içərisində bunu istifadə eləmişdi və orada hansı düzdür, hansı cümlədə nitq səhvi var deyə tələb olunmuşdu. Хорошо? Bu aydındır hamımıza. Bəli. İndi ikinci format bir sual göstərəcəm sizə. Siz indi baxırsınız 11-ci suala. Mən 11-ci sualı sizə niyə izah edirəm? İmtahanda deməli nitq səhvi olaraq dedik ki, paronim bizim qabağımıza çıxa bilər. İkinci qabağımıza çıxa biləcək format da bu 11-ci sualdır. Deməli baxaq görək 11-ci sualda məsələmiz nədir? Fikir verirsinizsə, mənə A, B, C, D, Y variantlarında mötərizələr içərisində paronimlər verilib. A variantında пожилой, жилой, B variantında обидное, обидчивое, C variantında скрытное, скрытое, D variantında праздный, праздничный və Y variantında кожаные, кожные. Mötərizə içərisində verilən sözlər paronimlərdir. Məsələn ki, кожаный və кожные artıq bilirsiniz nədir. Və yaxud da B variantında обидчивое sözündə nəsə var. Nə var обидчивое sözündə? Tiv var, tiv. Tiv var, bəli, demişdik ki, nəyə aid olur? İnsana və yaxud da insan xarakterinə aid olur, düzdür? Tərcüməsi inciyən, küsəyən mənasında. İndi və fikir verirsinizsə sizin paronimlərinizdən biri fərqləndirilib. Правильно? Düzdür? Yəni ki, fərqləndirilib deyəndə mən nəyi nəzərdə tuturam? Yəni qara ilə yazılıb. Bəli. Düzdür? İndi özünüzə də istəyirsiniz qeyd eləyin. Fərqləndirilmiş söz bərabərdir seçilmiş söz. Qulaq asın diqqətli şəkildə. Nə deməkdir bu seçilmiş söz? Yəni, məsəl üçün deyirəm, Y variantında brüki sözü var. Vermi? Brüki sözü şalvar deyə tərcümə olunur. Mötərizə içərisində hər iki paronimimiz qeyd olunur. Kojanlıye və kojnıye. Amma deyir ki, indi bu sualı yazanda, hal-hazırda mən deyirəm ki, bax, məsəl üçün, İsmail, mən Y variantında brüki sözü ilə kojanlıye sözünü istifadə edirəm. Kojnıye yox ha. Kojanlıye istifadə edirəm. Sən bax gör, mən düz istifadə edirəm, yoxsa səhv istifadə edirəm. Yəni, nəzərə alın ki, mötərizədə qeyd olunan söz, yəni fərqləndirilən söz seçilmiş sözdür. Mötərizədən qıraqdakı sözlə fərqləndirilmiş söz istifadə olunur. Sizin də işiniz hansının düz, hansının səhv olduğuna baxmaqdır. Bizdən şərtdə nə tələb eləyir? Bir dənə oxuyun görüm şərti. Nə istəyir məndən şərtdə? Səhv olanı tapacaq. Yəni siz aşağıda göstərilənlərdən hansı sözümüz səhv seçilib? Yəni o qara seçilən söz mötərizədən qıraqdakı sözlə hansında səhv istifadə olunur? Biz onu tapmalıyıq sizinlə. Aydındır? İndi gəlin bir baxaq görək burada nədir. Siz mənə deyin görüm, Y variantında kojanlıye brüki. Düzdür, səhvdir? Düzdür. D səhv deyil mənim. Biraz səbirli olun da, xahiş edirəm sizdən. Y variantında, bax mən sual başqa verirəm, siz mənə başqa şeyin cavabını verirsiniz. Sonra da deyirsiniz ki, başa düşmədim. Y variantında kojanlıye brüki düzdür. Niyə? Çünki şalvar dərdən hazırlanmış ola bilər. Görürsünüz, Y variantında söz düzgün seçilib. Amma kojnıye olsaydı səhv olardı. Gələk D variantına. D variantında var праздный, var праздничный. D variantımız səhv deyil. D variantımız düzgündür. Праздный boş bayağı deməkdir. Праздничный bayrama aid. İndi sual verirəm sizə. İnsan necə bayrama aid ola bilər? İkincisi seçilsəydi düz olardı. Праздничный человек deyə bilərəm mən. Праздничный gün ola bilər. Да, праздничный день. Праздничный торт. Праздничный наряд. А вот праздный человек может быть boş insan, bayağı insan. Праздный образ жизни. Yevgeniy Onegin oxuyan varsa aranızda orada söz istifadə edilir. Boş bayağı həyat tərzi sürür. Deməli D variantım düzdür. Gəlirəm sonra B variantına. Prozvişe. Prozvişe ləqəb deməkdir. Bax orada обидчивое sözü var, düzdür? Nə var orada? Çiv var.
Nə demişdik? İnsana insan xarakterinə aiddir. Ləqəb inciyən, küsəyən ola bilər məna olaraq. Xanımlar və ola bilər. Xeyr. Обидное прозвище deməliyəm. İncidən və yaxud da küstürən ləqəb. Məsələn deyirəm ki, очень обидное слово, очень обидное прозвище. Yəni ki, bu söz məni incidir və yaxud da küstürür. Хорошо? B variantım da düzdür. A variantında Məndə proзвище nə demək idi? ləqəb. Ləqəb. A variantında человек пожилой, yaşlı insan deyə bilərəmmi? Bəli, deyə bilərəm. İndi qaldı C variantı. Намерение niyyət deməkdir. Deməli, mötərizə içərisində var скрытное, birində n var, ikinci sözümüzdə n yoxdur, скрытое. Запомните, скрытное sözü də insana və insan xarakterinə aiddir. Özünə qapanıq mənasında istifadə olunur. Məsəl üçün deyirəm ki, он очень скрытный человек. У него очень скрытный xarakter. Deyirik, özünə qapalı xarakteri var. Və yaxud da belə biraz sirli xarakteri var. Amma skrytые bildiyimiz gizli, sirli mənasında. İndi niyyətdə özünə qapanıq ola bilməz, amma gizli ola bilər. Правильно? Ona görə C variantında skrytное yox, skrytoye seçilməli idi. Понятно? Aydındır? Bəli. Всё. Başa düşdüm. Çok güzel. Sualı olan var mı? Hə, xanımlar, bəylər. Qaranlıq qalan. Müəllimə, mən bayaq getdim, biraz telefondan ayrı düşdüm. Burada deməli çalışmanın şərti deyir ki, yəni bu qara yazılan bu şeyə uyğundurmu, yoxsa yox? Bəli. Ümumiyyətlə yadda saxlayın. Qara yazılmış söz sizin seçilmiş sözünüzdür. Sizin də işiniz onun düz və yaxud da səhv olduğunu tapmaqdır. Yəni ikinci paronim elə bir yanında o mötərizədə qeyd olunan ikinci söz yadda saxlayın ki, sizi çaşdırmaq üçün verilir də. Yəni ki, siz uje fikirləşməlisiniz, o da olur. Görəsən намерение скрытое или скрытное? Və yaxud da обидное или обидчивое? Yəni o ikinci paronim sizin fikrinizi qarışdırılmaq üçün verilir orada. Хорошо? Görən bunlardan hansı olmalıydı? Хорошо? Və yaxud da deməli, ümumiyyətlə necə yadda saxlayıq? Paronim sualı necə çıxa bilər? Bir nitq səhvi olaraq çıxa bilər qarşımıza. Bir belə çıxacaq. Böyük ehtimalla ki, belə olacaq, ürəyimə damıb. İkinci olaraq bilirsiniz, üçüncü olaraq bilirsiniz necə ola bilər? Məsəl üçün, götürəcək sizə, tutalım ki, 16-cı sual olaraq qeyd eləyəcək. Şərtdə yazacaq. Укажите неверное словосочетание. Səhv söz birləşməsini göstərin. Və variant olaraq yazacaq, məsəl üçün, кожные брюки. Просто söz birləşməsi olaraq. Кожные брюки düzdür? Xeyr. Niyə düz deyil? Кожаные. O insan dərisinə aid idi ona görə. Bəli. Bax elə prosta sadəcə götürüb söz birləşməsində paronimi səhv istifadə eləyəcək sizin üçün. Хорошо? Götürüb prosta yazacaq. Кожные брюки və yaxud nə bilim, обидчивое прозвище. Səhv istifadə eləyəcək hər hansısa bir söz birləşməsində. Bu da aydındır. Deməli 3 formatını uje yadda saxladıq. İndi gəlim 4-cüsü. Paronimin 4-cü formatında izah edirəm. Yəni sual olaraq qarşımıza necə çıxa bilər? Əslində bayaq sizə azdan çoxdan çınlatdım, indi izah edirəm. Deməli, məsəl üçün yazır ki, со словом кожный употребляются слова. Belə yazır. 1. Divan. 2. Кресло. 3. Болезнь. 4. Аллергия. 5. Ne olsun ay Allah. Что еще может быть? Pусть будет sip. Elə bayaq yazdığımız sözlərdir. Belə yazır. Aşağıda A variantında. Məsəl üçün 3, 4. B variantında 1, 3. C variantında 2, 4. D variantında məsəl üçün 4, 5. Y variantında 1, 2. Və məsəl üçün belə çıxa bilər qarşınıza. Siz кожный sözü ilə istifadə olunan sözləri tapmalısınız
Və bilməlisiniz ki, kojni dəriyə aid olandır və cavab olaraq burada olmalıdır bolezn, allergiya və sip. Məsəl üçün, bura bir dənə 5 də əlavə eləsən, düzgün variantım olacaq variant A. Dəriyə aid xəstəlik, allergiya və qızartı. Amma bu ikisi kojanlı sözü ilə istifadə olunur deyə avtomatik olaraq mənim sıramdan çıxırlar. Bu da 4-cü variant. Aydındırmı? Xanımlar, bəylər. Всё.